Bu hadisə İskəndərlə İranın döyüşü eramızdan əvvəl 331-ci ildə Qavqamela döyüşündə oldu. Bu döyüş necə baş verdi? Nə üçün baş verdi? Ona qədər, müharibəyə qədər 7 dövlət var idi. 7 dövlət Zənd, Gərd, yəni od məkanı, din məkanı, Azərbaycan, Gərdiman, Zənd ölkəsi, amma ilk adı Şam olub buranın. İkinci Rum, Türkiyə. Üçüncü Kəyyan, İran, indiki İran. Dördüncü Misir, Hindistan, Çin və Makedoniya. Bu 7 dövlət oldu. 7 dövlət Daraya bac verir. Dini bayramlarda Dara 7 qızıl kəmər bağlayırdı belinə. 7 qızıl kəmər. İskəndər Daranı məğlub edəndən sonra o qızıl kəmərləri o bağladı. Yəni mən dünyanın hökmdarıyam. Hətta Makedoniya özü Daraya tövcümü deyim, vergimi verim, ödəyirdi. Lakin Makedoniya İskəndər özünə gəldikdə, formalaşanda, taxta oturanda artıq Daradan imtina etdi. Misirə hücum edib, çoxlu qızıl götürdü. Qızıl. Dara özü çaşbaş qaldı ki, İskəndərdə bu güc harda. Artıq bu qızıllarla bu muzlu qoşunlar tərtib elədi. O vaxt 7 dövlət 72 xalq var idi. 72 xalqdan muzlu əskərlər topladı. Daran bunu məlumat alandan sonra ona bir top göndərir. Bir meşoqda torba küncüt göndərir. Yəni bununla o vaxt predmet yazıları ilə bunlar danışırdılar. Simvollar. Bəli. Artıq bu ideoloji müharibədir. Müharibələr əvvəl ideoloji müharibə, ideologiya ilə başlayır. Sonra keçirlər rəsmi müharibəyə. Tarixdə belə olub, başlanğıcdan da belə gəlir, indi də belədir. Demək, burada İskəndər bunu görür. Yəni, bununla demək istəyir ki, dünya mənə xidmət edir. Sən kimsən? Meydana çıxmısan. Geri dönməlisən, geri qayıtmalısan. Küncütü də göndərir ki, mənim bu qədər qoşunum var. Birmiş o. Sən bu qoşunun qabağında heç bir şey eləyə bilmərsən. Buna xəbərdarlıq edir. İskəndər baxan kimi dərhal bunu dərk eləyir. Demək, topu çəkir, artıq dünya mənim. Mənə xidmət edəcək. Sən kim?